də. Hə. Və siz Yanlış anladıq. Oradan dedi, mən buradan. O zarafat eləyir, zarafat eləyəndə qarşılığını qəbul eləyə bilmir, onun üçün. sağ ol, düzdür. Yəni üzülmə, boş ver Yox, getsin. üzülmürəm, çox sağ ol ürəyim. Öpürəm səni. Sağ ol. Ay, bugün mənim internetim qatıqlayır, donuram yenə qızlar. O mənə negativ, agresiv yazanlar var ha. Mənim heç nə demirəm, həyatımın 1/10 hissəsini yaşayasınız. Heç nə demirəm, hamısını arzulamıram ha sizə. Və sizə üzünüzə dost görünüb, inşallah dalğızca danışan insanlar çıxsın qabağınıza. Sizin inşallah görün məni kimi əlinizin tuzu olmasın. Siz həmişə insanlara bu gözlə yox, belə baxasınız. İnsanlar da həmişə sizdən istifadə eləsin. Sizi lox bilsin, sizin saflığınızdan, sadiqliyinizdən istifadə eləsin. Onda bəlkə ağzınız yansa, siz mənə başa düşərsiniz ki, mənim aqressivliyimin səbəbi niyə belədir. Hər bir aqressiv insanın arxasında bivec insanlar durur. Bivec insanlar. O qədər yaxşı insanları bu dəqiqə inamsız, sərt. Bunu eləyən hamısını insanlardır. İnsanlara güvənirsən, inanırsan, dostcasına, fərqi yoxdur, necəsinə. İnsanlardan, necə deyim sənə, xainlik görürsən. Görürsən ki, sənin onlara yanaşdığın kimi insanlar sənə yanaşmır. Elə adam var ki, bəxti yoxdur da. Yəni, o adam özünü cırsa da, divara vursa da, o adamın bəxti yoxdur heç kəsin yanında. 5 barmaq olun, 5-ini də bal elə, sənin heç kəsin yanında bəxtin olmayacaq. Sən nə eləsən də səhv çıxacaqsan, nə desən də pis olacaqsan həmininizə. Elə insanlar da var ki, naxışı güclüdür bacı. İnsandan insana fərq var. Başa düşürsünüz? Mən həmin o insanlardanam. Mənim elədiyim yaxşılıqlar göz qabağında deyil, negativ, aqressivliyim göz qabağındadır. Valla. Mən cən deməklə olacam yaxşı. Oturun burada 24 saat can eləyim sizə. Hə, nə olur, nə verirlər sizə? Hamı görür. Aqressiv deyiləm, sadəcə söz altında qalmıram. Bu qədər. O da mənə aqressiv göstərir. Niyə qorxur ki? Kimlə qorxur? Söz deyəndə heç kəsə xoş gəlmir. Yazırlar ki, Nikodan qorxsun. Nikodan niyə qorxun ki? Söhbəti bağladım, çıxdı, getdi. Boş ver. Bax, dünən gecədə çox yuxu görmüşəm. Gəzmədiyin oğlan qalmadı. Yaxşı eləyirəm. Ərsiz qadınam, özüm bilərəm. İstəyirəm 100 ilə gəzərəm, istəyirəm 17-si ilə gəzərəm, istəyirəm 200 ilə gəzərəm. Yaxşı eləyirəm. Əcəb eləyirəm. Zor eləyirəm. Yaxşı eləyirəm. Sonra 105 ilə gəzirəm, sənə nə? Sənə nə? Zor eləyirəm. Sonra başqa.
Başqa özüm bilərəm. Yaxşı eləyirəm. Başqa canım. Özüm bilərəm. Aleyküm əssalam. Bax dünən gecədə belə də qal zorsan. Vallahi stolun altında hərəkət edənləri görənlər yoxdur. İndi bu dəqiqə 100-ün 20% ərlərinə xəyanət edir. Subay qadınam özüm bilərəm. Sənə nə var? Sənə nə var? Heç subayın başqaları ilə danışmağı ilə marağı yoxdur. Ərilər düşüb ortalığa bəzi. Gözləri yiyir cavan oğlanları, bir dəfə geyindirir, bir dəfə soyundurur. Gid işinlə məşğul ol. Əcəb eləyirəm, nə edirəmsə. Yaxşı eləyirəm, atçot veriləsə ərim yox. Yaxşı eləyirəm. Sənə nə? Qriyyətimi çəkən çıxmısan? Çıx çölə işinlə məşğul ol. Gid işinlə məşğul ol. Şükür Allaha ərim yoxdur ki, papağını soxum yerə. Elə işinlə məşğul olsa. Onu yazanların nəslində hansısa kimsə 100% ərinin papağını yerə soxanlardır. Yanıqlı qalıb ki, yazır. Gid işinlə məşğul ol. Elə. Kesinə gəzmirsən. Gəzəndə bir yerdə idik yəqin. Səninlə bir yerdə gəzirdik. Kesinə hörmət elə bir. Heç gəzənlərə deyən yox deyə gəzirsən. Qurana and olsun. Bir söz 50 dəfə yazmayın da uşaqlar. Zəng eləmək istəyirsiniz, zəng eləyin 077 318 3099. Yox, üzüm sətməyib, yaxşıdır. Vallahi bu yetim boşanmışın adı çıxıb. Cavan qızların əksəriyyəti gündə bir dənə 100 dənə oğlanla danışır, dostluq edir. Adını qoyurlar, qız uşağıdır, heç nə olmaz. Boşanmış dostluq eləyəndə sevgilisidir. Kim neyinir özü bilər. Əsas o da ərin yoxdur ki, əsas o da ərvin papağını yerə salmırsan ki, əsas o da bədəni və pula təhvil vermirsən ki, ondan başqa neyinirsən, zor edirsən. Heç kəsə dəxli yoxdur. Salam, salam. 077 318 3099. İstediyor. Vallahi heç anormala Allaha and olsun, heç gəzənlərə deyən yoxdur gəzirsən. O qədər ədalətsiz, haqsız dünyada yaşayırıq ki, ona görə də dünya dağılır. Bax, bu evlər dağılır, sel basır, nə bilim, böyük kişilər balaca uşaqları nə bilim neynir, qaynata nə bilim gəlinini belə elədi, qaynana nə bilim oğlunun belə elədi, gəlin nə bilim qaynatası ilə qaçdı, gəlin nə bilim qaynı ilə qaçdı. Belə şeylər hamısı dünyanın dağılmağının əlamətidir, xəbərimiz yoxdur. Hamısı pis nimistliyimizin, bədniyabətliğimizin o bəzilərimizin. Dünya, onun bunun haqqına girəcəyimizə biraz evimizdən içəri girin, görün evimizdə nə var, nə yox. Görün bir divanda kim oturub. Batısı gecə 3-də 4-də gələnlər gəlib burada mənə qiriyyətdən danışır. Batısı səhərə yaxın yoxa çıxanlar gəlib burada mənə qiriyyətdən danışır. Evindəkindən xəbər olmayanlar gəlib burada mənə qiriyyətdən danışır. Ged işinlə məşğul ol, sağ verirəm Allaha.